Hamıya salam. Unreal Engine daxilində dərslərimiz davam edir. Bugünkü dərsimizdə mühərrik daxilində olduqca geniş istifadə olunan xüsusi bir oyun mexanikası haqqında danışacağıq. Səhnədə giriş üçün pasport sistemi hazırlayacağıq. Əvvəlcə səhnədə hazır nümunəyə baxaq. Oyuna başladığımız zaman bizim əsas personajımız qapıya yaxınlaşır və gördüyümüz kimi qapı hal-hazırda bağlı şəkildədir. Məhz bu qapını açmaq üçün bizdən klaviaturada X klavişinə klik etmək tələb olunur. Biz klaviaturada X klavişinə klik etdiyimiz zaman ekrana belə bir pasport sistem çıxır. Məhz burada düzgün kodu daxil etməliyik. Nümunə olaraq əvvəlcə səhv kodu daxil edəcəyəm. Və gördüyümüz kimi Enter düyməsinə klik etdiyimiz zaman bizə Incorrect Passport adlı yazı ekrana çap olunur. Bundan sonra Clear düyməsinə klik edirik. Bütün nəticələri yenidən sıfırlayırıq və hal-hazırda düzgün kodu daxil edirəm. Və Enter düyməsinə yenidən klik edirik. Gördüyümüz kimi düzgün parolu daxil etdikdən sonra artıq qapı açılmağa başlayır. Məhz bugünkü dərsimizdə dediyimiz kimi bu oyun mexanikasının hazırlanmasını öyrənəcəyik. Bu funksionallığı mühərrik daxilində hazırlamaq üçün təbii ki, əvvəlcə qapı üçün xüsusi blueprintimizi düzəltməliyik. Məhz burada hal-hazırda baxacağımız bu nümunəni öncəki dərslərimizdə Interaction System adlı YouTube kanalımızda xüsusi bir dərsimiz mövcuddur. Orada bu funksionallığın ətraflı geniş nümunəsinə baxmışdıq. Məhz bu dərsimizdə də həmin mexanikadan istifadə etmişəm. Əvvəlcə Actor tipində adi bir blueprint klası hazırlayırıq. Daha sonra burada uyğun qapı modelimizi və yaxud da sizin nümunənizdə istənilən obyektləri buraya gətirib istifadə edə bilərik. Və burada gördüyümüz kimi 2 ədəd sferadan istifadə etmişəm. Bu sferaları iç sfera və çöl sfera olaraq adlandırmışam. Bizim əsas personajımız hazır nümunədən də fikir verdiyimiz kimi çöl sfera ilə overlap edən zaman müvafiq burada gördüyümüz billboard aktivləşir. Daha sonra içəri hissədə burada gördüyümüz iç sfera ilə overlap etdiyi zaman burada növbəti bu billboardları aktivləşdiririk. Billboard daxilində istifadə etdiyim ikonları isə internet üzərindən asan bir şəkildə yükləyib istifadə edə bilərsiniz. Komponentlərimizi bu şəkildə tənzimlədikdən sonra keçid edirik Event Graph bölümünə. Burada ilkin öncə qapı modelimizin açılmağı üçün sadə bir funksionallıq yazmalıyıq. Bunu da dediyimiz kimi əvvəlki dərslərimizdən artıq biz bilirik. Burada bir ədəd Custom Event əlavə etmişəm. Qapı açılır adlı. Daha sonra Duance adlı dövr operatorunu çağırırıq. Müvafiq səs faylını burada bu şəkildə ifa edirik. Səs faylımızı da ifa etdikdən sonra Timeline adlı zamanlama funksiyasını burada çağırırıq və timeline'ımızın daxilində öz qapımızın burada gördüyümüz əvvəlki dəyərlərini əsas götürməklə funksionallığı burada hazırlamalıyıq. Gördüyümüz kimi 2 ədəd keyframe buraya əlavə etmişəm. Birinci keyframe'imizdə 0-cı zamanda qapımızı Y oxuna nəzərən açacağımıza görə Y oxunda susmaya görə 160 unit durur. Məhz bu dəyəri buraya qeyd edirik. Növbəti keyframe'imizdə isə zamanlamamızı istəyə uyğun olaraq burada tənzimləyə bilərik. Mənim nümunəmdə qapı 2 saniyə ərzində açıldığına görə buraya 2 yazmışam. Daha sonra value bölümündə isə qapımızın Y oxuna nəzərən qiymətini 30-a gətirmişəm. Məhz bunu da burada sadəcə olaraq viewport bölümündə bu şəkildə tənzimləyə bilərik. Gördüyümüz kimi qapımız Y oxuna nəzərən 30 unitə gəldiyi zaman tamamilə açılmış olur. Keyframe'lərimizi tənzimlədikdən sonra mütləq şəkildə Use Last Keyframe bölümünü aktivləşdirməyi unutmuruq və alınan nəticələri compile save edirik. Keçid edirik yenidən Event Graph bölümünə. Burada növbəti olaraq Set Relative Location adlı funksiyamızı çağırırıq. Təbii ki, qapı modelimizdən buraya referensimizi ötürürük. Location parametrini burada gördüyümüz kimi split edirik. Y parametrinə mütləq şəkildə timeline daxilindən yeni əlavə etdiyimiz trackimizi buraya ötürürük.
X və Z parametrlərinə susmaya görə sizin nümunədə 0 da ola bilər. Mənim nümunəmdə gördüyümüz kimi Z parametri 0-dır. Ona görə də burada 0-da saxlamışam. X parametrimiz isə mənfi 50 olduğu üçün buraya mənfi 50-ni mənimsədirik. Və son olaraq qapımız tamamilə açıldıqdan sonra qapı açılmamışdan öncə qapımızın üzərində aktivləşdirdiyimiz, burada gördüyümüz billboardları bu şəkildə destroy edirik. Qapının açılması üçün kodumuzu bu şəkildə sadə bir qaydada hazırladıqdan sonra keçid edirik burada gördüyümüz sferalarımız üçün məntiqi alqoritmi hazırlamağa. Bunu isə dediyimiz kimi öncəki dərslərimizdən də ətraflı mən sizlərə izah etmişdim. Sadəcə olaraq iç və çöl sferamızın üzərinə sağ klik edirik. Event bölümündən begin və end overlap adlı eventlərimizi bu şəkildə çağırırıq. Gördüyümüz kimi hər iki sferamız üçün eventlərimizi çağırdıqdan sonra ilkin öncə get player controller adlı pure functionımızı burada çağırırıq və müvafiq olaraq iç sferaya daxil olduğumuz zaman inputumuzu bu şəkildə aktivləşdiririk və referensimizi burada gördüyümüz kimi get player controllerdən ötürürük və həmin o iç sferadan çıxdığımız zaman mütləq şəkildə burada inputumuzu yenidən deaktiv edirik. Çünki oyuna başladığımız zaman fikir versək, mən hal-hazırda klaviaturada X klavişinə klik edirəm və ekrana gördüyümüz kimi heç bir widget çap olunmur. Lakin müvafiq sfera daxilinə hal-hazırda keçid edəcəyəm. Bizim nümunədə iç sferaya daxil olduğumuz zaman bu prosesi aktivləşdiririk. Buna da görə burada iç sferaya daxil olduğumuz zaman gördüyümüz kimi müvafiq billboardlar aktivləşir və artıq biz X klavişinə klik etdiyimiz zaman ekranda widgetimizin aktivləşdiyini görürük. Məhz bunun üçün burada bu funksionallığı yazmağımız çox vacibdir. Daha sonra öz əsas personajımıza burada müraciət etməliyik. Bunun üçün isə cast to funksiyasından istifadə edə bilərik və yaxud da digər alternativ yollardan istifadə edə bilərik. Lakin öncəki dərslərimizdə də sizə dediyim kimi bu funksiyalar olduqca çox resurs tələb etdiyinə görə daha bəyənilən yol ilə bu şəkildə öz personajımıza müraciət edə bilərik. Branch adlı şərt operatorunun true bölümü hər zaman bizə bu funksiyanın köməyi ilə bizim personajımızı qaytaracaq deməkdir. Daha sonra iç sferaya daxil olduğumuz zaman müvafiq olaraq iç billboard və burada gördüyümüz X düyməsinə klik etməyimiz üçün gördüyümüz billboardu burada bu şəkildə aktivləşdiririk. Bunun üçün isə ilkin öncə bu funksionallığı hazırlamamışdan öncə bütün billboardların details bölümünə nəzər salsaq, burada gördüyümüz kimi visible və hidden in game parametrləri deaktiv olmalıdır və müvafiq yerdə bu şəkildə visibility funksiyasının köməyi ilə bu billboardları bu şəkildə aktivləşdirə bilərik və təbii ki, istədiyimiz yerdə bu şəkildə yenidən deaktiv edə bilərik. Billboardlarımızı da bu şəkildə uyğun olaraq aktiv və deaktiv etdikdən sonra fikir verirsinizsə, iç sferadan çıxdığımız zaman avtomatik olaraq burada ekrana çap etdiyimiz widgeti buradan silmişik. Bu funksionallığı isə widgetimizi hazırlamağı öyrəndikdən sonra qayıdacağıq. Oyunda hazır bunun nümunəsinə baxsaq, bizim əsas personajımız iç sferaya daxil olduğu zaman X klavişinə klik edirik və avtomatik olaraq ekrana widgetimiz yansıyır və bizim personajımız iç sferadan hal-hazırda çıxdığı zaman avtomatik olaraq gördüyümüz kimi həmin pasport adlı widgetimiz ümumilə ekrandan silinir. Məhz bunun üçün dediyimiz kimi bu funksionallığı burada bu şəkildə yazmışıq. Müvafiq olaraq çöl sferamızı da eyni qayda ilə bu şəkildə tənzimləyirik və burada gördüyümüz kimi çöl sfera ilə təmas etdiyimiz zaman müvafiq billboardu aktiv və bu şəkildə deaktiv edirik və daha sonra keçid edirik widgetimizin hazırlama qaydasına. Bunun üçün sadəcə olaraq content browserun boş yerində sağ klik edirik, bir ədəd widgetimizi hazırlayırıq və daha sonra keçid edirik widgetimizin redaktoruna. Bu haqda isə kanalımızda
Widgetlər dərsini sizə izah edəndə ətraflı geniş məlumat vermişdim. Belə bir sadə widgetdən istifadə edirik. Mənim nümunəmdə Uniform Grid Panel adlı buradan komponent əlavə etmişəm. Bu gördüyümüz komponenti buradan seçirik. Sadəcə olaraq Canvas panel daxilinə gətiririk. Uyğun anker dəyərləri mütləq şəkildə işləməyi unutmuruq. Ankerimizi burada gördüyümüz kimi düzgün şəkildə tənzimlədikdən sonra keçid edirik grid panelimizin daxilini tənzimləməyə. Bunun üçün isə sadəcə olaraq palet bölümündə buttonlardan və text bloklardan istifadə edəcəyik. Mənim nümunəmdə grid panel daxilinə burada gördüyümüz kimi 12 ədəd button əlavə etmişəm. Bunun üçün sadəcə olaraq buradan buttonu mouse'un köməyi ilə tuturuq və grid panelimizin daxilinə bu şəkildə buraxırıq. 12 ədəd buttonumuzu buraya əlavə etdikdən sonra bütün bizim əlavə etdiyimiz buttonlar bir nöqtədə yığılacaq. Bunu isə tənzimləməyin olduqca rahat bir üsulu var. Bunu isə sizə hal-hazırda nümunə olaraq burada göstərəcəyəm. Dediyimiz kimi Uniform Grid Panel adlı bu şəkildə grid panelimizi buraya əlavə edirik. Ölçümüzü tənzimlədikdən sonra anker bölümünü tənzimləyirik və daha sonra burada gördüyümüz button adlı komponentimizi məhz yeni əlavə etdiyimiz grid panel daxilinə bu şəkildə əlavə etməyə başlayırıq. Nümunə üçün grid panel daxilinə 6 ədəd button əlavə etdim və bu buttonları bu şəkildə buraya əlavə etdikdən sonra buttonların yerlərini bu şəkildə müəyyənləşdirmək üçün birinci buttonumuz burada gördüyümüz nöqtədə dayanacağına görə birbaşa ikinci buttonumuzun üzərinə klik edirik və burada gördüyümüz istiqamətləndirici klavişlər üzərinə klik etməklə bu buttonlarımızı hərəkət etdirə bilərik. Misal üçün ikinci buttonumuz üçün bu düyməyə klik edirik. Üçüncü buttonumuzu buradan seçirik və daha sonra bu düyməyə bir dəfə deyil, 2 dəfə bu şəkildə klik edirik. Dördüncü buttonumuz üçün artıq bu düyməyə deyil, aşağıdakı düyməyə bu şəkildə klik edirik. 5-ci buttonumuzu seçirik. Yenidən bu qaydada tənzimləməni həyata keçirdirik və sonuncu buttonumuzu seçdikdən sonra 2 dəfə bu düyməyə klik edirik və bu şəkildə bütün buttonlarımızı burada yerləşdirə bilərik. Bütün bu buttonlarımızı bu şəkildə əlavə etdikdən sonra iyerarxiya pəncərəsindən buttonlarımızın hamısını bu şəkildə seçirik və daha sonra alignment parametrlərini bu şəkildə tənzimləməklə bütün buttonları grid panel daxilinə tamamilə yerləşdirə bilərik və buttonlarımızı grid panel daxilinə bu şəkildə yerləşdirdikdən sonra yenidən grid panelimizin üzərinə klik edirik və burada slot padding adlı parametri tənzimləyə bilərik. Misal üçün buraya 5 yazırıq və gördüyümüz kimi buttonlarımızın ölçüsünü istəyə uyğun olaraq buradan tənzimləyə bilərik və dediyimiz kimi bu şəkildə buttonlarımızı əlavə edirik və daha sonra buttonlarımızın üzərinə text bloklarımızı əlavə edirik. Bunu isə sadəcə mouse'la tuturuq və hər bir button üzərinə bu şəkildə text bloklarımızı bu şəkildə gətirib buraxırıq və gördüyümüz kimi hər bir button üzərində bir ədəd text blok formalaşır və burada uyğun olaraq hər bir text blokumuzu bu şəkildə tənzimləyirik. Text bloklarımızı da bu şəkildə tənzimlədikdən sonra təbii ki, buttonlarımızın dizaynı istəyimizə uyğun olaraq dəyişə bilərik. Bunu isə button üzərinə klik edə bilərik və internet üzərindən buttonumuz üçün yüklədiyimiz istənilən ikonları burada istifadə edə bilərik. Mənim nümunəmdə gördüyünüz kimi internet üzərindən belə bir ikonlar yükləmişəm. Uyğun ikonlarımızı yüklədikdən sonra dediyimiz kimi buttonumuzun style parametrinə keçid edirik və burada image bölümündən istədiyimiz button nümunələrini burada əlavə edə bilərik. Mənim nümunəmdə belə bir ikondan istifadə etmişəm. İkonumuzu buraya əlavə etdikdən sonra draw as parametrini mütləq şəkildə image olaraq müəyyənləşdirməyi unutmuruq və eyni ilə hovered və digər parametrləri də tənzimləməyi unutmuruq. Bu haqda isə dediyimiz kimi widgetlər dərsində sizlərə ətraflı izah etmişdim. Ona görə də bu məsələnin üzərində çox qalmırıq.
Grid panelimizi bu şəkildə hazırladıqdan sonra fikir verirsinizsə, burada bir ədəd yuxarı hissədə text blok və aşağı hissədə bir ədəd exit adlı button əlavə etmişəm. Bu düymənin köməyi ilə istədiyimiz zaman bu widgeti ekrandan silə bilərik. Buraya əlavə etdiyim text blokun köməyi ilə isə burada daxil edəcəyimiz nəticələri bu bölümdə görəcəyik. Widgetimizi bu qaydada hazırladıqdan sonra keçid edirik qraf bölümünə. Burada əvvəlcə buttonlarımız üçün funksionallıq yazmalıyıq. Hər bir buttonımızı bu şəkildə seçirik və aşağı hissədə on click et adlı eventimizi üstəgəl üzərinə klik etməklə qraf bölümündə aktivləşdiririk. Hər bir buttonımızın eventini bu şəkildə aktivləşdirdikdən sonra burada gördüyümüz sadə funksionallığı yazırıq. Məntiq ilə biz bu buttona klik etdiyimiz zaman text blokumuzun text bölümündə bir çap olunmalıdır. Bunun üçün isə burada gördüyümüz kimi əvvəlcə bir ədəd input adlı dəyişən təyin edirik. Dəyişənimizin tipini string olaraq müəyyənləşdiririk. Dəyişənimizi təyin etdikdən sonra inputumuzdan bu şəkildə referensimizi götürürük. Append adlı funksiyanı burada çağırırıq və daha sonra B parametrinə uyğun olaraq həmin button üzərində yazılan burada gördüyümüz yazını bu bölümə yerləşdiririk və daha sonra çıxış parametrini yenidən input adlı dəyişənimizi set edib bu şəkildə özünə mənimsədirik. Növbəti olaraq burada yuxarı hissədə gördüyümüz text blokumuzdan referensimizi götürürük. Bunun üçün isə mütləq şəkildə isVariable parametri aktiv olmalıdır. Əks təqdirdə qraf bölümündə bu komponent sizin üçün görünməyəcək. Komponentimizdən bu şəkildə referensimizi götürürük və daha sonra setText adlı funksiyanı çağırırıq və buradan çıxış parametrimizi birbaşa inText parametrinə birləşdiririk və burada gördüyümüz toText adlı funksiya avtomatik olaraq mühərrik tərəfindən detekt olunur. Buna isə əvvəlki dərslərimizdə də demişdim sizlərə, proqramlaşdırmada parse əməliyyatı deyilir. Və bu şəkildə sadə funksionallığımızı yazırıq və bu funksionallığı bütün buttonlarımız üçün təkrarlamalıyıq. Lakin burada vacib bir məqam bundan ibarətdir ki, hər bir növbəti button üçün bu əməliyyatı təkrarlayan zaman append adlı funksiyanın B parametrində həmin buttonun üzərində hansı rəqəm yazılıbsa, məhz bu rəqəmi append adlı funksiyanın B parametrində mütləq şəkildə mənimsədirmək vacibdir. Burada gördüyümüz kimi funksionallıqlarımız eynidir. Lakin append adlı funksiyanın dediyimiz kimi B parametri müvafiq button uyğun olaraq burada dəyərlər saxlayır. Bu şəkildə buttonlarımızın funksionallığını tənzimlədikdən sonra burada gördüyümüz clear adlı düymənin funksionallığını yazmağa keçid edirik. Bunun üçün sadəcə olaraq həmin buttonımızın onClicked adlı eventini burada çağırırıq və burada təyin etdiyimiz input adlı dəyişənimizi gördüyümüz kimi boş olaraq burada set edirik və eyni ilə algoritmi bu qaydada tamamlayırıq və növbəti olaraq Enter adlı düyməmiz üçün funksionallıq yazmalıyıq. Bunun üçün isə yenidən Enter adlı düyməmizi seçirik və aşağı hissədən onClicked adlı eventimizi aktivləşdiririk. Eventimizi aktivləşdirdikdən sonra burada gördüyümüz kimi yoxlama həyata keçirdirik. Yoxlamanı həyata keçirməmişdən öncə yenidən dəyişənlər bölümündə bir ədəd yeni dəyişən əlavə edirik. Dəyişənimizi yenidən tipini string olaraq müəyyənləşdiririk və mütləq şəkildə bu dəyişənimizin default dəyərinə istəyə uyğun olaraq burada pasport təyin edə bilərik. Mənim nümunəmdə passwordumu 1988 olaraq müəyyənləşdirmişəm. Default dəyərimizi də bu şəkildə təyin etdikdən sonra input və correct password adlı dəyişənlərimizdən referens götürürük və burada gördüyümüz kimi kəskin şəkildə bərabərliyi həyata keçirdirik. Bunu etmək üçün sadəcə olaraq bərabər işarəsinə 3 dəfə ardıcıl olaraq klik edirik və burada gördüyümüz bu funksiyanın köməyi ilə bu əməliyyatı həyata keçirdirik. Daha sonra branch adlı şərt operatorumuzu çağırırıq. Branch adlı şərt operatorunun true bölümündə istədiyimiz əməliyyatı icra edə bilərik. Bu şərtimiz isə yalnız və yalnız bizim pasportumuz düzgün daxil olunduğu zaman icra olunacaq. Əks halda isə branch adlı şərt operatorunun false bölümündə istəyə uyğun olaraq burada
məlumat ekrana çap edə bilərik. Bunun üçün sadəcə olaraq yenidən burada gördüyümüz text blokumuzdan referensimizi götürürük və set text adlı funksiyanın köməyi ilə mənim nümunəmdə incorrect password adlı yazı ekrana çap edirəm. Sizin nümunənizdə dediyim kimi burada müxtəlif əməliyyatları icra edə bilərsiniz və bu funksionallığımızı da bu qaydada hazırladıqdan sonra ümumi nəticələri compile və save edirik. Yenidən keçid edirik qapı adlı blueprintimizin redaktoruna və burada əvvəlcə inputumuzu təyin edirik. Mənim nümunəmdə X klavişini input olaraq burada təyin etmişəm. Inputumuzu təyin etdikdən sonra flip-flop adlı xüsusi bir makrosumuzu burada çağırırıq. Flip-flop və digər ardıcıllığa nəzarət funksiyaları haqqında isə kanalımızda ətraflı geniş dərsimiz mövcuddur. Flip-flopu da burada çağırdıqdan sonra A parametrində daha öncə burada düzəltdiyimiz widgetimizi create edirik. İstəyə uyğun olaraq bu widgetimizin return value parametrini bir dəyişənin yaddaşına vura bilərik və bu dəyişənin köməyi ilə bu class redaktoru daxilində istənilən zaman, istənilən yerdən bu widgetimiz bizim üçün əlçatan olacaq. Növbəti olaraq burada add to viewport adlı funksiyanın köməyi ilə bu widgetimizi ekrana yansıdırıq və növbəti olaraq burada gördüyümüz kimi widgetimiz ekrana yansıdığı zaman bizim mouse'umuzun kursoru ekranda görünməlidir. Bunu isə burada show mouse cursor adlı parametrin köməyi ilə həyata keçirdirik. Mütləq şəkildə bu bölümü aktivləşdiririk. Target bölümünə isə get player controller adlı pure function'ın çıxış parametrini bu şəkildə ötürürük və eyni zamanda input rejimimizi burada gördüyümüz kimi game and UI only adlı input rejimi ilə burada əvəzləyirik. Yəni eyni zamanda biz widgeti ekrana yansıtdığımız zaman həm widgetimiz ilə funksionallıq həyata keçirdə bilərik, həm də eyni zamanda oyunumuz aktiv olur, həm də eyni zamanda inputumuz oyunumuz üçün aktiv olur. Bu funksionallığı bu şəkildə təyin etdikdən sonra flip-flop adlı xüsusi makrosun B parametrində yenidən burada gördüyümüz əməliyyatların bir növü əksini icra edirik. Burada gördüyümüz kimi show mouse cursor adlı parametrin köməyi ilə kursorumuzu artıq ekrandan yığışdırırıq və input rejimimizi burada gördüyümüz kimi game only adlı funksiyanın köməyi ilə aktivləşdiririk və son olaraq burada gördüyümüz kimi remove from parent adlı funksiyanın köməyi ilə daha öncə burada create etdiyimiz widgetimizi ekrandan silirik. Funksionallığımızı bu şəkildə tamamladıqdan sonra compile və save düymələrinə yenidən klik edirik və keçid edirik səhnədə hazır nümunəyə yenidən baxmağa və oyunumuz başlayan zaman bizim personajımız çöl sferaya yaxınlaşdığı zaman digər bir billboardumuz aktivləşəcək. İç sferaya yaxınlaşan zaman isə iç billboardumuz və eyni zamanda paralel olaraq Press X adlı ikonumuz billboard köməyi ilə aktivləşəcək və daha sonra biz X klavişinə klik etdiyimiz zaman müvafiq widgetimiz ekranda bizim üçün aktiv olacaq. Və burada gördüyümüz kimi X klavişinə klik etdiyimiz zaman ekranda bizim təyin etdiyimiz widgetimiz hal-hazırda aktiv olur və burada düzgün olmayan istənilən pasportu bu qaydada daxil etdiyimiz zaman enter düyməsinə klik edirik və incorrect password adlı yazı ekrana çap olunur. Lakin clear düyməsinə yenidən klik edirik. Bütün nəticələri sıfırladıqdan sonra düzgün pasportu bu şəkildə daxil edirik və yenidən enter düyməsinə klik etdiyimiz zaman gördüyümüz kimi qapı açılır və istədiyimiz əməliyyatı burada icra edə bilərik. Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Yalnız və yalnız bu şəkildə sizlər mənə dəstək olacaqsınız. Əlavə olaraq sual və təklifləriniz barədə isə videonun açıqlama qismində mənə bildirməyiniz kifayətdir. Bugünkü dərsimiz bu qədər. Hamıya uğurlar.